Aziz dostlar, tapşırığı zəhmət olmasa əvvəlcə oxuyun və fasilə verin videoya. Ondan sonra mən izah edəcəyəm. Ümid edirəm hər bir adam tapşırığı oxumuşdur. Tapşırığı oxumusunuzsa mən zərflə bağlı bu məqamı izah edeyim. Bizdən hansı cümlələrdə zərf işlənmişdir? Birincisi, birinci cümlədə dayanmadan sözü feili bağlamadır. Madan bədən feili bağlama şəkilçidir və bir neçə sözdən başqa sevincək, görcək, vurulsuz son hecə düşə, çaparaq, qaçaraq və s. bu tipli sözlərdən başqa kökü feil olan bu sözlər dayanmadan, dayana, bunların hər biri feili bağlamadır, zərf deyil. Deməli, birinci cümlədəki dayanmadan sözü feili bağlamadır. Musa gülə-gülə dostuna baxırdı. Buradakı gülə-gülə sözü o da feili bağlamadır. Gülə-gülə, qaça-qaça. Üçüncü cümlədə deməli, şəhərə sözü bu yönü halda olan isimdir, yer zərfi deyil. Bir neçə tapşırıqlar izah eləmişik. Ora, bura, aşağı, yuxarı, irəli, geri, sağa, sola bu sözlər yer zərfidir. Amma şəhərə sözü bu isimdir. Deməli, birinci, ikinci, üçüncü cümlədə zərf yoxdur. Müvafiq olaraq A, B, C və D bəndi kənarlaşır. Amma dəqiq olaraq digər variantlar üzərində də işləyirik. İş dərhal həll olundu bu nümunədə. Dərhal sözü zaman zərfidir. Alim bugün çox yorulub cümləsində bugün zaman zərfidir. Deməli, doğru cavab 4-5. Bu tapşırıqda əsas açar sözümüz, əsas fikrimiz feili bağlama ilə zərfi, yönü halda olan, yeni halda olan, çıxışıq halda olan isimdən yer zərfini fərqləndirməkdir. Tapşırığın əsas məqsədi qayda tapşırığıdır. Onlar da siz zərfi fərqləndirməyi bacarmalısınız. Bu tapşırıq haqqında bu qədər. Ümid edirəm ki, tapşırığı və bu tipli tapşırıqları həll eləyəndə izahat sizə müəyyən qədər kömək edəcək.